sifət mövzusu izahına başlayalım. Deməli, sifətdə toxunacağımız məqamlar. Yəqin ki, bunun üstünə alma yazsam daha yaxşı görsənəcək. Deməli, sifətlə bağlı əsas məqamlar nələrdən ibarətdir onlar? Deməli, sifəti digər hissələrinə fərqləndirən məqam. Bax, məsələn, görməmişlik sözünü artdıran bura, görməmişlik sözü. Görməmiş sözü müxtəlif hissələri kimi çıxış edə bilər. Bir feil sifət ola bilər, feil bağlama ola bilər və sifət ola bilər. Sən bunun sifət olduğunu necə müəyyənləşdirirsən? Çünki sifətə sən lıq şəkilsi artıra bilərsən. Məsələn, yaxşı sifətlə lıq artırırsan, yaxşılıq ismi yaradırsan, elə deyilmi? Sən bunu lıq şəkilsi artıraraq görməmişlik yarada bilərsən. Deməli, onu görməmiş sözü sifət şəkildə götürə bilərsən. Və görməmiş sözü an məsələsidir. Bax, əgər bir adamın xarakterindən söhbət getmiş olursa, onu sifət götürəcəksən. Xarakterindən söhbət getmirsə, feil sifət götürəcəksən. Nə demək istəyirəm? Bax, deyirəm ki, görməmiş gəldi. Burada görməmiş sözü bir xarakterini ifadə eləmiş olur, ona görə sifət götürürsən. Amma bir də deyirəm ki, bu dərsi görməmiş gedən uşaqlar, hansı uşaqlar bu dərsi görməmiş gedən? Sən artıq burada an etibarəndə indidən söhbət etmiş olur da, indidən söhbət edildiyə feil sifətdir. Bir də deyirəm, bu dərsi görməmiş getmə, hansı şərtlə getmə, bu dərsi görmədən getmə, burada ola feili bağlama. Məmsədə feil xəbər olunur, məsələn, o görməmişdir. Hava. Görməmişdir. Bəli, hava olur, işlədilir. Sonra, deməli, sifətdə toxunacağımız məsələ quruluşla növbələr məsələsidir. Birisi sadə düzəltmə mürəkkəb olur. Düzəltmələrdə də xüsusən toxunacağımız şəkilsizlər var. L şəkilsidir, sız şəkilsidir, dakıdır və ki şəkilsidir. Bunlara xüsusən toxunmuş olacaq. Birinci L və sız şəkilsindən bağlı. L şəkilsili, ümumiyyətlə, ortaq sözlər vardır. Məsələn, yaxşı sözü həm sifət olur, həm də zərf olur, elə deyilmi? Yaxşı insan sifət, yaxşı danışmaq sifət. Digər şəkilsilərdə yaranan sifətlər də iki funksiya yaratmış olur. Məsələn, zarafatçı sözü, zarafatçıl sözü və yaxud da şairanə sözü, şairanə sözü, dahiyanə sözü və s. Yəni, ani şəkilsi həm sifət, həm də zərf yaranan şəkilsi kimi götürülür. İşlədilməsi nasıldır? Siz yerinizdə içində görə bilmişsiniz. Deməli, zarafatçı sözü, bax, məsələn, zarafatçı insan zarafatçı danışır. Necə danışır? Şairanə insan şairanə danışır. Necə danışır? Həm sifət, həm də zərf kimi götürürsən. Bu şəkilsinin də eyni vəziyyətdir. Bax, məsələn, qayğılı günlər, hansı günlər qayğılı oldu sifət, qayğılı görünür. Necə görünür? Oldu zərf. Amma sız şəkilsində istisna məqam var. Bax, deməli, sız şəkilsində əgər əvəzlikdən başqa digər hissələrini artırırsa, digər şəkilsdən eyni funksiya eləyəcək. Bax, məsələn, deyirəm ki, mənasız ömür, mənasız yaşamaq. Bax, TikTok ustası sağlamışlar. Dost ürəyindən, yar ürəyindən vurdu. Həyat fani belə müayinə. Mənasız ömür, mənasız yaşamaq. İsimdən əvvəl gəldi sifət, feildən əvvəl gəldi zərf oldu. Amma burada sız şəkilsinin, deməli, mənasız mənadır. Əvəziyyə artırma vəziyyəti var. Məsələn, sənsiz yaşamaq, sənsiz ömür. Deməli, burada oldu həm sifət kimi çıxış edə bildi, həm də zərf kimi çıxış edə bildi. Amma əvəziyyə artırma vəziyyətində isimdən əvvəl gəlsə də, feildən əvvəl gəlsə də, sən bunu götürəcəksən, zərf götürəcəksən. Yəni, sənsiz yaşamaq da zərflə düzülsən sifət. Sənsiz yaşamaq da sifətdir, feildən əvvəl gəlməsinə baxmayaraq, zərfi funksiyasını yerinə yetirir. Sənsiz ömür vəziyyətində də yenə də isimdən əvvəl gəlində götürülür sifət. Feildən əvvəl gəlində də sifət götürüldü, isimdən əvvəl gəlində sifət götürüldü. Sadəcə feildən əvvəl gəlində zərfi funksiyası yerinə yetirildi. Amma əvvəlcikdən başqa digər hissələrini artırdığı halda isimdən də əvvəl gəlində, feildən əvvəl gəlində zərf olur. Daşı və ki şəkilsinə bağlı qısaca qaydanı deyim. Daşı və ki şəkilsisi bilirsiniz ki, 4 dənə qramat şəkilsimiz var. Cildir, daşıdır, sızdır, ki şəkilsidir. Bunlar özündən əvvəl qramat şəkilsi qəbul edir. Bunun üçün sizə sifətin üzərinə düşmüş olur. Məsələn, deyirəm ki, evimdəki özündən əvvəl qrammatik qəbul etdi, əkil-əksik və səninki sözündə. Burada sifət yaratmır, səninki sözü düzdür. Buna isim götürmüş olur, isim götürülür. Yəni, bax, səninki sözü sifət və isim yaratmasını sən necə müəyyənləşdirəcəksən? Əgər özündən əvvəl hal şəkilsi gəlirsə, yəni qrammatik şəkilsi gəlirsə, sən bunu isim götürürsən. Özündən əvvəl qrammatik gəlirsə, sifət götürürsən. Məsələn, həminki. Artıq istəyirsən ki, saatlar oturdu orada. Həminki sözündə deməli, özündən əvvəl qrammatik gəlməyib ki, yox. Özündən əvvəl qrammatik gəlməyib deyilənə götürəcəksən sifət. Özündən əvvəl qrammatik gəlsə, isim götürəcəksən. Bu şəkilsizlərin digərlərinə fərq edilən cəhəzi odur ki, bunların sualı fərqlidir. Yəni, necə fərqlidir? Necə hansı suallarına yanaşır? Yəni, obsivlər hamısı o suallara cavab verir. Amma daşı və ki şəkilsiz yalnız hansı suallara cavab verir?
Testdə suala belə salırlar ki, aşağıdakı variantların birində sifətin sualı fərqlidir. Sən nəyə axtaracaqsan? Dakı bir şəkildə axtaracaqsan ki, ondan yalnız hansı sualına cavab verilmiş olur. Başqa şəkillərlə bağlı ekstra bir şey yoxdur. Lazım olan hansıdır ki, hamısına toxundur. Bir də dərəcələr keçməmişdən əvvəl bir şey deyim sizə. Bax, sifət sintaktik vəzifəsi əsasən təyin olur. İsimləşədə mübtədə ola bilər, tamamlıqda ola bilər və s. Əsas məsələ sifətin zərfi funksiyası yerinə yetirilməsidir. Bax, ortaq sözlər ki var, məsələn, yaxşı danışır. Sən deyə bilmərsən ki, burada sifət zərfi funksiyası yerinə yetirir. Bu ortaq sözü bunu nə götürəcəksən? Zərf götürəcəksən. Xüsusən çəkilən məqamlar nədir? Məsələn, deyirəm ki, deməli, otaq sapsarı bəzədilib. Bildirəm ki, otaq dümdüz, məsələn, təmir olunur. İndi burada sapsarı var, dümdüz söz var. Düzdür, hər ikisi zərflikdir. Sintaktik vəzifəsi hər ikisinin zərfli olmasıdır. Amma biri hissəsi baxımdan sifətdir, biri zərfdir. Sən necə müəyyənləşdirəcəksən? Bu hissələri çıxart, düyün və sap hissəsini çıxart. Sözün kökü nədir? Sarı. Sarı sözü zərf kimi çıxır edə bilir? Yox. Deməli, bunu nə götürəcəksən? Sifət. Feildən əvvəl gəlsə də sifətdə nə zərfli funksiyasını yerinə yetirir? Otaq dümdüz bəzədilib. Burada düyün hissəsini çıxart. Düz sözü zərf olur da, düz danışmaq. Elə? Zərf olur deyə dümdüz sözü nə götürəcəksən? Zərf. Amma çoxaltma dərəcəsi deyirlər. Çünki çoxaltma dərəcəsi sifət ayrılma xüsusiyyətidir. Bax, buradakı nə oldu? Sifət, buradakı nə oldu? Zərf. Necə müəyyənləşdirdin bunun qaydası necə oldu? Hissələri atırsan, sözün kökünə baxırsan, həmin söz zərf kimi çıxış edə bilirsə, feildən əvvəl gəldi zərf götürəcəksən, yox, zərf kimi çıxış edə bilmirsə, sifət götürəcəksən. Aydındır bu qayda. Yəni, testdə, elmi testdə buna bağlı bir çox suallara toxunulub. Yəni, əsas sifət mövzusunun detalı orada toxunmaq lazımdır ki, onu bilsən, heç bir problem olmayacaq. Sonra sifətin dərəcələri məsələsinə gəldikdə, bir də vurursa növləri içərisində anən şəkilçisi vəziyyətinə baxacaq, anən şəkilçisi vəziyyəti. Bax, məsələn, daş, yona və ya nə bilim, qədir bilən, bax, qədir bilənlə, deyim, tezsiz suala bunu salır. Qədir bilən, içi yazdım. Bilirəm, qədir bilən, ayrı yazdım. Əgər söz ayrı yazılıbsa, bunu nə götürəcəksən? Feil sifət. Amma söz içi yazılıbsa, nə götürəcəksən? Sifət. Və bu sifət necə vəziyyətlərdən biridir. Necə yaranar? İsim plus feil sifətin birləşməsinə yaranar. İsim plus feil sifətin birləşməsinə yaranar. Anənin şəkilsi burada feil sifətin şəkilsidir. İçi yazıldığı halda götürəcəksən mürəkkəb sifət və necə yaranır? İsim plus feil sifətin köməyinə yaranmış mürəkkəb sifət. Söz. Kesin növbəti. Genetik olarak su içiləyəndə gəlib udqurma formanız var. Anamda da var orada, qohumlarda düşənlərdə də var. Gəlib udqurma, ona görə su içəndə utanıram. Deməli, ama Marsadan var, yemək yeni Marsadan var. Məsələn, öyle yemək yeni Marsadan var. Şeydə Marsadan değil, ben görürsən. Deməli, başqa nə qalır burada sifət mövzusunda? Dərəcələr məsələsi. Bilirsiniz ki, balaca sözü A dərəcələrdir. Balaca A-dir. Sonra bumbuz sözü çoxaltma dərəcəsində deyil, amma sifət daha yoldaşlar. Bax, bumbuz sözünün köklərində deyirlər ki, burada dərəcə əlaməti yoxdur. Adi dərəcənin əlaməti var. Sadəcə sən bunu nə götürəcəksən? A dərəcədə, çoxaltma dərəcəsi götürə bilməyəcəksən. Niyə? Çünki bu sözü isimdir. Bu hissəsindən birləşib mürəkkəb sifət yaradır. Keçdik nəyə? Necə? Yox, sadə yox. Mürəkkəb sifətdir. Dərəcə olaraq da A dərəcəsində. Yoxdur, amma birləşməsindən yaranan bir şey götürülmüş olur. Düzdür, məntiqsiz bir şeydir, amma elə götürülür. Sonra nə qalır? Çoxaltma dərəcəsi hansı yolla yaranır? M-pırısına yaranır, pırısı və cayratına yaranır. M-pırısından yarananda vurma bunun üzərinə düşür. Məsələn, sarı sifətin sən çoxaltma dərəcəsini yaradırsan. Nə deyirsən? Sap sarı. Vurma düşür birinci eciyə. Amma cana yaradılma vəziyyətində vurma canın üzərinə düşür. Məsələn, zorbaca. Can olur, hədaf. Canın sən feillərdə görəndə çoxaltma dərəcəsi götürmə. Bax, məsələn, yaxşıca yalvardı. Deməli, yaxşıca yalvar, yaxşı yalvarana yaxşıca yalvar. Belə bir nümunə verirlər testlərdə. Yaxşıca yalvar vəziyyətində canı sən ədat götürəcəksən. Bəli, ədatdır, zərf üzərdən eksi şəkilsi deyil. Amma çoxaltma dərəcəsi yaratın. Çünki nədir? Feildən əvvəl gəlir. Sən bunu çoxaltma dərəcəsi kimi götürə bilməyəcəksən. Və yaxud da ki, məsələn, tərzi hərəkət zərfi yaranma vəziyyəti var. Bax, canın artırılan sözüdür, zərfə ayrılan bir şeydir, burada deyiləm.
Ca hansı sözü artırılıbsa, həmin sözün özü tərzi hərəkət zərfidirsə, ca tərzi hərəkət zərfi yaratmıyor. Bax məsələn, yaxşı danışdı. Bu nədir? Tərzi hərəkət zərfi. Yaxşıca danışdı. Artırdı, sən tərzi hərəkət zərfi yaratmadın. Amma tərzi hərəkət deyilsə, məsələn, russa, bu tərzi hərəkət zərfi deyil ki, rus sözü. Xeyr, buna ca artırdı, hə, eksi şəkilsini götürə bilir, zərfi yarada. Özüdə olanı götürmürük də, hə? Hə, özündə olanda, yəni canı atırsan, sözün özü tərzi hərəkət zərfi kimi çıxış edə bilirsə, ca deyilən burada tərzi hərəkət zərfi yaratmıyor. Canı çıxardırsan, bax, məsələn, ehmalca sözündə. Ca zərf yaradan eksi şəkilsidir. Ehmalca davranır. Necə davranır ehmalca? Niyə zərf yaradan eksi şəkilsidir? Canı çıxardın, ehmal sözü zərf olur, isimdir ehmal sözü. Deməli, sən bunu canı artırmaqla zərf yaradan eksi şəkilsini götürə bilir. Yaxşı danışdı da, yaxşıca sözü. Acaba. Yox, sifətdir. Feildən, sifət deyil, feildir. Feil nədir? Zərfdir. Danışdı sözü feildən əvvəl gəlib, zərfdir sadəcə burada ədat kimi çıxış edir. Yaxşı, başqa dərslər məsələsində nə qalır? Deməli, yaxşı, orada ehmalca sözləri toxundurmaq. Ehmalca sözündə ehmal sözü isimdir, ca şəkilsi orada ədat kimi çıxış etmir. Azaltma dərəcəsində yaratmır, heç bir şey yaratmır, o zərfdir. Zərf yaradan x şəkilsidir. Azaltma dərəcəsində nə qalır? Azaltmada. Deməli, morfoloji yoluna necə yaranır? Morfoloji yoluna ş, so, ıntı, rak və ıntrak da var. Sintaktik yolunda ala, atsı, kəm, təhər. Morfoloji yol bayaq yadından çıxdı, soxatma dərəcəsində sintaktik yol məsələsini toxunmazdır. Sintaktik yoluna necə yaranır? La, daha, sox və olduqca sözü. Burada olduqca sözünü işlədilmə məqamı var da. Olduqca sözü, deməli, həm feili bağlama kimi çıxış edə bilər, həm də çoxaltma dərəcəsi. Olduqca, deməli, şirin meyvələrdən mənə dedir. Şirin meyvələrdən mənə dedir. Burada hansı mənə ifadə edir? Olanda yəni nə var? Yəni, olanda şirin meyvələrdən mənə ver. O mənə ifadə edir. Bir də olduqca şirin, yəni çox şirin meyvələrdən çizib düşən versən, feili bağlama kimi, həm də çoxaltma dərəcəsi kimi. Bir də tünd sözləri vasitəsilə yaranır. Tünd sözünə toxunum mən burada. Tünd sözü dərəcə əlaməti bildirməsi üçün, dərəcə əlaməti yox, çoxaltma dərəcəsini bildirmək üçün defisiya yazılmalıdır. Bax, məsələn, tünd say desən, sən bunu çoxaltma dərəcəsi götürə bilmərsən. Niyə? Say isimdir. Elə? Deyirəm ki, tünd, qara, paltar aldım. Aldım nə? Paltar aldım. Tamamladım. Nəyə aldım? Paltarı. Hansı paltarı? Qara. Hansı paltarı? Tünd. Arada ders işarəsi yoxdursa, sən bunlara qeyri-həmciz təyinlər götürürsən, ayrı-ayrı təyin kimi təhlil edəcəksən. Arada ders işarəsi varsa, bir yerdə təyin kimi götürülür. Və bir yerdə mürəkkəb sifət yaratmış olar və çoxaltma dərəcəsi olur. Yəni, ders işarəsi varsa, çoxaltma dərəcəsi yoxdur, A dərəcədədir. Ders işarəsi yoxdursa, varsa çoxaltma dərəcəsidir. Burada bir də ala-açıq kəmtələrinə yanaşı yanız var. Yanız. Məsələn, qara yanız azaltma dərəcəsində götürə bilirsən, qara yanız azaltma dərəcəsi götürürsən. Amma məsələn, ağ bənizi azaltma dərəcəsində götürmürsən. Bəniz yoxdur. Yəni, onların içərisində bəniz azaltma dərəcəsi yaratmır, amma yanız yaratır. Açıq sözü dərəcə əlaməti bildirməsi üçün burada. Bəniz nə dediniz? Bəniz azaltma dərəcəsi yaratmır, amma yanız yaradır. Açıq sözü burada dərəcə əlaməti yaratması üçün defisiya yazılmalıdır və mürəkkəb sifət yaradır. Plus özündən sonra rəng bildirən söz gəlməlidir. Bax, məsələn, açıq, aşikar fikirlər deyirəm. Sən bunu azaltma dərəcəsi götürə bilmərsən. Niyə? Çünki özündən sonra rəng bildirən söz gəlməyib. Dərəcə əlaməti olması üçün nə etməlidir? Rəng bildirən söz gəlməlidir. Məsələn, açıq, sarı paltar. Açıq, sarı paltar. Bunu götürə bilərsən. Niyə? Çünki sarı sözü sifətdir. Belə dərəcə rəng bildirir. Rəng bildirir deyək, azaltma dərəcəsini götürə biləcəksən. Onlar mənim qurusuna görə düzəltmə olur üçün. Mürəkkəb. Açıq və tünd sözlərin yaranma vəziyyətində mürəkkəbdir. Ümumiyyətlə, ala, açıq, kəm, təhər və yanız. Bundan sintaktik yolla yaranır deyək. Bundan yaranan sifətlər mürəkkəb sifət edəcəksən. Yuxarıdakılar şın, soğuk. Bunlar artıq morfoloji yol deyək, götürə biləcəksən. Mürəkkəb götürə biləcəksən, sağ biləcəksən. Açıq, ala, defislər, hə, bunlar əcbər qayda vardır, başqa. Bir də məsələn, kəm höbsələ var. Məsələn, kəm höbsələ sözü, sən bunu nə götürəcəksən, kəm höbsələ sözü? Azaltma dərəcəsi götürə bilməyəcəksən, çünki höbsələ sözü isimdir. Adi dərəcədə olan mürəkkəb sifətdir. Necə ki, bayaq yazmışdım, hansı sözdür? Çoxaltma dərəcəsi kimi. Hansı idi? Elmanca demişdiniz. Elmanca demişdiniz. Yox. Neysə, bilmədim. Hə, bumbuz. Necə ki, bumbuz vəziyyətində sən çoxaltma dərəcəsi götürə bilməyəcəksən. Kəm höbsələni də azaltma götürə bilməyəcəksən. Çünki höbsələ axı isimdir. Necə ki, bu söz isim idi deyə götürə bilməliyik. Kəmsavat deyirlər. Kəmsavat elədir, bəli. Kəm Amma höbsələ, kəmsavat. kəmşirin, Ha, onda təbii ki, özündən sonra sifət şərtini götürəcəksən, bəli.
Kəm professional kimi savad azaltma deyil, nə oldu? Deyil, adi dərəcədə. Çünki hömsələ və savad ismi olur. Başqa burada... Hansı dersinə yazılır, hansı ayət, hansı... Hansısa dersin yazır Türkçə? Və açıq ala dersə, kəmlər yazılır. Keçdiklə isimləşmə məsələsi. Sifəti isimləşməsi. İsimləşmə də rahatdır da yoldaşlar. Sifət əgər öz suallarına cavab vermirsə isimləşir. Bax, məsələn, deyirəm, qoza gəldi. Qoza gəldi. Gəldi kimi qoza. Qoza ayrı hansı suala cavab verir? Necə, nə hansı suala cavab verir? Cümlə daxilində həmin suala cavab verirsə isimləşir. İsimləşdirmə ilə bağlı bir ekstremal hal yoxdur. Yəni, əgər sifət öz sualına cavab verirsə, deməli sifət isimləşmir. Dərsin izahını yeşinaşdırayım. Görəsən, zəvət, 10 dənədən mənə verirlərsə, kameranı dayandır. Boyun yetsin. Görək bizdən.